Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində, deməli, Cavadxan qəsəbəsində, yəni avtozavodda 4 sot torpaqda sənədi çıxarış olan, yəni kupça olan, bax, bir zal 3 otaq olan qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən darvazadan giriş hissəsində yerləşirəm. Yəni, bax, bura Navesin alt hissəsidir, onun 5-ədir. Sol tərəfdə, bax, bu arazini görürsünüz, bu zonanı görürsünüz. Gördüyünüz kimi istilik sistemi 2 minutkadır, təmirlidir. Yəni, ümumiyyətcə, bu həyət evi həqiqətən əla və keyfiyyətli təmir olunub. İndi isə yenidən mən sizə Navesin alt hissəsini göstərirəm. Dediyim kimi, sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı edən sənəddir. 2002-ci ildə tikilib bu ev, ipoteka yararlıdır. Burası isə hamamıdır. Bax, hamamını mən sizə göstərirəm. Qiyməti 125.000 manatdır. Mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Sol tərəfdə, yəni Navesin alt hissəsində bunlar hamısı yerləşir. Bura isə mətbəğidir. Bax, mətbəğin ölçüsü hardasa 3-ün 4-ədir. Mətbəx mebeli mənə deyilənə görə evdə qalacaq. Bax, bura deməli mətbəğidir. Deməli, bu həyət evi harada yerləşir? Avtozavod yolunda yerləşən Alov Hoteldən bu həyət evinə qədər olan məsafə maksimum 200 metrdir. Bundan başqa bu həyət evinə gəlmək üçün, yəni Quruntavoy yol yoxdur. Hər yerdə asfaltdır. Həyət evinin qarşısından 18 nömrəli marşrut işləyir. Dediyim kimi, yəni Quruntavoy yolu da, bax, ümumiyyətcə, Quruntavoy yol yoxdur. Hətta 1 metr yoxdur. Hər yerdə asfaltdır. Bax, belə bir həyət evinin qiyməti 125.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Kvadrat metri 82,7-dir. Hal-hazırda mən sizə zalını göstərirəm. Bax, polunu görürsünüz. Polu taxtadır, möhkəm taxtadır. Yəni, səs etmir. İndi isə zalını görürsünüz. Zalın uzunluğu mənə elə gəlir ki, hardasa 8 metrdir. Bax, təxminən belədir. Ancaq ümumi kvadrat metrini mən sizə dedim, 82,7-dir. Bax, belə bir həyət evinin qiymətini yenidən təkrar edirəm. Deməli, 125.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bu otağın ölçüsü mənə elə gəlir ki, harasa 5-in 5-ədir. Bax, bu cür böyükdür. İndi isə ikinci otağa keçirəm. Dediyim kimi, bir zal 3 otaqdır. Buranın da ölçüsü hardasa ya 4-ün 5-ədir, ya 5-in 5-ədir. Təxmini, bax, ölçünü dedim, ancaq kvadrat metrini mən sizə dedim, 82,7-dir. Bax, bura deməli ikinci otaqdır. Bura isə ölçüsünə görə ən kiçik otaqdır, yəni 3-ün 4-ədir. Yenidən mən sizə həmin otağı göstərim. Gördüyünüz kimi, əla və keyfiyyətli təmir olunub. Bax, belə bir həyət evinin qiyməti 125.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən otaqların necə yerləşməyini mən sizə göstərirəm. Bax, bu cürdür. İndi isə bağçasına keçirəm. Dediyim kimi, 1 metrdə Quruntavoy, yəni torpaq yolu yoxdur. Hər yerdə asfaltdır. Gördüyünüz kimi, kürsülüdür. 2 qat kubiklə hörülüb. Böyük bir badvalı var. İndi isə həmin badvala keçirəm. Bağışlayın, bu cür alındı videom. Yəni, bax, hərdən alınır belə bir moment. Deməli, badvalı, indi mən sizə badvalını göstərirəm. Böyük badvalı var, istidir. Bax, bura deməli, gördüyünüz kimi belə bir böyük badvalı var. Bax, yenidən, deməli, evin necə tikilməyini də görürsünüz. Eyni zamanda badvalını sizə göstərirəm. İndi isə bağçasına çıxıram. Çox yaxınlıqdan 19 nömrəli, 18 nömrəli marşrut işləyir. Alov Hotelindən bu həyət evinə qədər olan məsafə maksimum 200 metrdir. Bundan başqa yenə təkrar edirəm. Hətta 1 metr, deməli, torpaq yaxud Quruntavoy yolu yoxdur. Qarşıda gördüyünüz, deməli, bax, belə bir otağın ölçüsü 4,5-ın 7,5-adır. Məhləsində, bağçasında təxminən 20-dən çox ağac növ var. 3 tərəfdən kubiklə hörgüsünü görmək mümkündür. Bax, yenidən mən sizə bağçasını, eyni zamanda evin xarici görünüşünü göstərirəm. Bax, belə bir həyət evinin qiyməti, yəni sənəd haqqında mən sizə məlumat verdim. İndi isə bakını göstərirəm. 3 tonluq bakı var. Bax, belə bir həyət evinin qiyməti, yenidən təkrar edirəm bu sözü. Deməli, 125.000 manatdır. 3 tonluq bakını görmək mümkündür. Qiymətində mütləq razılaşma olmalıdır. İpoteka yararlıdır, sənədi çıxarışdır. Bax, belə sizlərə uğurlar.